Hə, 45-ci sualdan başlayırıq izah eləməyə. 45-ə qədər olan sualları izah eləmişdim. Ev adam gəlmişdi deyə dayandım. İndi 45-ci sualdan başlayıram izah eləməyə. Deyir ki, qabda baş verən reaksiyadan ayrılan X qazının oksigen və su ilə reaksiyasından 12,6 qram nitrat turşusu alınmışdır. X maddəsini müəyyən edin. Argentiumun nitrat turşusunun qatısı ilə reaksiyasından qatı nitratla argentium NO3 NO2 plus H2O alınır. Deyir ki, buradan alınan argentium NO3 söküntüdür. NO2 qazı. Buradan alınan X qazı. Demək ki, NO2 plus O2 plus H2O. Bu zaman nitrat turşusu HNO3 alınıbdır. Bunu yazandan sonra 12,6 qram nitrat turşusu alınıbdır. 12,6 qram nitrat turşusu alınanda X maddəsini müəyyən edin. X maddəsimiz demişəm ki NO2'dir. O 0,3 mol ya da 0,2 mol götürür. Bunu əmsallaşdıran zaman HNO3 4 mol HNO3 olsa 4 NO2 2 mol H2O 8 10 12 doğrudur. Buradan görürük ki 4'e 63 vuraq 4'dür. 63'ü 4'e vuranda 3 dəfə 4 12 6 dəfə 3 6 dəfə 4 24 Hə, 3 dəfə 4 12 6 dəfə 4 20 252 x 4'e 252'dirsə 12,6'ya x'e də 12,6'dır. 252'ni 20'ye böləndə x də bərabərdir 24 20'ye bölürəm 0,2 mol. Doğru cavab 0,2 mol NO2. B bəndi 45B. 46-cı sualda deyir ki, eyni mol miqdarda götürülmüş CH4 və C3H4 qazlarını C3H4'ün tam yanmasından cəmi 440 qram karbon qazı alınıbdır. CH4 və C3H4'ü yandırım. CH4 yananda karbon qazı və su, C3H4 yananda 3 mol CO2 3 CO2 plus 2 H2O 4 mol O2 lazımdır. Bunları yazandan sonra deyir bərabər mol sayda götürülmüş. X eyni mol sayda götürdük. 440 qram CO2 440'ı 44'e bölürəm ki, görüm nə qədər CO2 alınıb. 44'e böləndə 10 mol CO2 alınıbdır. CH4'ün 1 mol yanında 1 mol CO2 alınır. X plus CH4'ün 1 mol yanında 3 mol CO2 alınır. 3x bərabərdir 10. 4x bərabərdir 10. X bərabərdir 2,5. Demək ki 2,5 mol 2,5 mol CH4 2,5 mol CH4 götürülür. Başlanğıc sonra yanma reaksiyası CH4 və CH4'ün kütlələrinin cəmini qramla hesablayın. 2,5 mol CH4 16 vuraq 2,5 üstə gəlsən 2,5 vuraq 40 56'nı vurursan 2,5'e 56'nı 2'ye vuranda 112 üstə də 28 gələndə 140. C bəndi 46-cı sualda doğru cavab C. Belə hesabladıq. Sonra 47-ci suala gəldik ki, etil siklobutan, bir də ki metil siklobutan. Siklobutanın quruluşunu yazırıq ki, siklobutan. Aha, CH2 etil siklobutan deyir deyə CH, CH2, CH3
Bu birinci maddədir. Sonra bir də metil siklobutan. Yenə metil siklobutanı yazdıq. CH2 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 CH CH3. Bunları yazandan sonra hər ikisinin quruluşunda ikinci bu, bir də ortağı 3 bura yazdıq. Sonra burada görürsünüz ki, birincidə birli, ikili, üçlü yazırıq. Görün birli neçə karbon var, ikili neçə karbon var, üçlü neçə karbon var. Birli karbon, yalnız bir karbondan birləşən CH3, bir dənə birli var. Birinci üçün ikili karbon sayı. İkili karbon CH2'nin biri, CH2 2, sonra CH2 3, bir de buradaki CH2. İkili 1, 2, 3, 4. Üçlü ise yine bircə dənədir. İkinci üçünü hesablayırıq. Birli, ikili, üçü karbon yazdıq. Birli karbonumuz CH3. Tək bircə dənə buna birləşib. Birli bir dənədir hər ikisində. Sonra ikili karbonumuzun sayı CH2'lər 1, 2, 3 dənə ikili. Üçü isə yalnız CH bir dənədir. Deyir ki, bir ədəd birli karbon atomu var. Görürsünüz ki, hər ikisində bir dənə birli karbon atomu var. Tərkibində 15 ədəd sigma rabitə var. Sigma rabitə sayı sikloalkanlarda bilirsiniz ki, ümumi atom sayıdır. Bunun C6H12 quruluşu. Bunun da C5H10. Ümumi atom sayı 15 dənədir, B bəndi. Sigma rabitə elə hesablanır. Karbon atomlarının 60% ikilidir. Karbon atomlarının deyir ki, 60% ikilidir. Birincidə yazırıq 4 bölək 6 vuraq 100. İkincidə yazırıq 3 bölək 5 vuraq 100. 60% ikili olan bax buna düşür. 2'ye B'sini yazdıq. 2'ye BC. Çiyə B'si 3'e A. Aha, bir ədəd üçlü karbonu var. Üçlü karbon atomlarının sayı hər ikisində bir dənədir. Demək ki, 3'e A D'ni ortaya yazdıq. 24 hibrid orbital var. Hibrid orbital sayı 4'dəndir. Birə də Y uyğundur. Y, B'si, AD. Y, B'si, AD doğru cavab 47'də D bəndi. 47. sual sadə sualdır. Sadəcə burada mən birli, ikili, üçlü yazanda biraz vaxt apardım. 48. sual tarazlığa ait sualdır. Deyir ki, X plus Y alınır Z. Başlanğıc sərf olunan tarazlıq. Deyir ki, başlanğıcda 8, 6, burada 0'dır. Buradan A mol sərf olunub, bundan A mol sərf olunub, bundan A mol alınıbdır. Tarazlığı tapanda 8 minus A. Sonra deyir ki, tarazı qanında qabda cəmi 10 mol qaz qarışığı olmuşdur. Sərf olunanları yazırıq 6 minus A, bir də A. Bunları bərabərləşdirəndə 8 minus A plus 6 minus A plus A bərabərdir 10. 14 minus A bərabərdir 10. A bərabərdir 4. Məndən istəyir nəyi? Tarazı sabitin qiymətini. KT bərabərdir. Reaksiya məhsulu KZ bölək KX plus KY. KZ-imizin qiyməti 4. 4, 6, 4 sərf olunub, 4 sərf olunub, 6'ın 4'ü 2, burada 4. Yazıram 4, 4, 2. Burada 0,5. Doğru cavab 0,5, 46'da Y variantı.
46-cı sualda əslində tarazlığa aid çətin məsələ, bu çətin kimi uşaqların biraz gec qavradığı, bəzi uşaqların həll edilmədiyi məsələdir, amma görürsünüz ki, çox çətin məsələ deyil. 48-ci sual. İndi gəldik 49-a. 49. Deyir ki, hər 3 qaba 200 qram 16% mis sulfat məhlulu olduğunu nəzərə alaraq mis sulfatın metal lövhələrinin tam reaksiyası zamanı alınan misin kütləsi cəmini qramla hesablayın. Yazırıq feryum plus kuprum SO4, argentium plus kuprum SO4, sink plus kuprum SO4. Buradan dəmir elementi misdən əvvəl gəldiyi üçün dəmir misi sıxışdırıb çıxardır. Feryum SO4 plus kuprum. Argentium elementi misdən sonra gəlir deyə çıxara bilmir. Sinklə mis sulfat reaksiyaya daxil olanda sink SO4 plus kuprum alınır. Bu reaksiyaları yazandan sonra yazırıq ki, 300 deyir ki, 200 qram 16% mis sulfat məhlulu sərf olunub. 200-ümüz 100-dür, x-imiz 16. X bərabərdir 32 qram mis sulfat sərf olunub. 32 sərf olunanda 160 sərf olunanda 64 qram mis alınıb, 32 sərf olunanda isə 160-ı 32-yə bölündə 5 eləyir, 64-ü də 5-ə böldük. 64 bölək 5 bərabərdir 12,8. Feryumla reaksiyasından 12,8. Argentiumla getmir. Sinklə də eyni yazıram ki, 160 qram reaksiyasından 64 alınıbdırsa, 32-dən x də bərabərdir. Yenə 12,8. 12,8 bundan alınıb, 12,8 bu birindən alınıb. Cəmi 25,6 qram mis alınmışdır. 49-da C bəndə. Argentium, yəni gümüş reaksiyaya daxil olmur. Onu hər birimiz bilirik. Sonra 50-ci sualda alkenlərin formulunu yazırıq ki, alkenlərin formulu CnH2-dir. Deyir ki, alkenlərdə hidrogen atomlarının sayı 2n-2-dir. 2n-1-dirsə, demək ki, karbon atomlarının sayı n-1 olmalıdır ki, 2n-2 olsun. 50-ci sual Y variantı. 50-ci sual çox asan sualdır. Deyir ki, 51-ci sualda hansı reaksiyadan spirt alınır? Bax, talolun oksidləşməsindən benzoy turşusu alınır. Plus oksidləşəndə alınır benzoy turşusu. Yəni CH3COH. Bəli, talolun oksidləşməsindən benzoy turşusu alınır. A variantında spirt ola bilməz. Kalsium karbid su ilə reaksiyaya daxil olan zaman burada asetilen alınması reaksiyasıdır. Kalsium OH2 plus C2H2 alınır. Burada da spirt alınmır. Sonra C variantı qoy qalsın. D variantında baxın, burada diqqət edin. Natrium OH-ın spirtdə məhluludur. Spirtdə məhlul olanda alken alınır, suda məhlul olanda spirt alınır. Demək ki, yazırıq ki, C2H5 xlor, CH3, CH2, xlor, plus natrium OH. Bu zaman natrium xlor plus H2O plus da alken
CH2 2 qat CH2 alınır. D variantında getdi. Metanın nitrat turşusundan reaksiyasından isə CH4 plus HNO3 alınır. CH3NO2 nitro CH3 NO2 plus H2O. C variantındakı reaksiyanı özüm sona saxladım ki, CH2 2 qat CH2 plus H2O reaksiyaya daxil olan zaman CH3 CH2OH, yəni etil spirti alınır. 49-un 51-ci sualda doğru cavab C bəndi. 51-ci sual əslində çox sadə sualdır və qəbuldan əvvəl dəfələrlə dediyim suallara daxildir 51-ci sual. İndi gəldik 52-ci suala. Mislə nitrat turşusu reaksiyaya daxil olan zaman kuprum plus HNO3. Kuprum NO3 2 NO alınıbsa duru sulfatla reaksiyaya daxil olub. NO plus H2O. Bu zaman mis sıfırdan mis müsbət 2-yə gəlib. Azot plus 5-dən azot plus 2-yə gəlibdir. 2, 3, 3, 2. Alınan misin qarşısına 3 yazırıq. NO-nun qarşısına 2. 6, 8 mol HNO3, 4 mol H2O, 3 dənə mis. Demək, görürsünüz ki, 8 HNO3 idi. Buradan deyir ki, oksidləşdiricinin 1 molun reduksiyonluqda neçə qram su əmələ gələr? Oksidləşdirici kimdir? Oksidləşdirici reduksiyondan süd azalan 8 HNO3-dən 6-sı duz əmələ gəlməyə sərf olunub, 6-sı duz əmələ gəlməsi ikisi isə kim olsa reduksiyon olub, 2 reduksiyon olub. 2 reduksiya olunanda olunduqda 4 H2O, yəni 72 qramdırsa, biri reduksiya olunduqda A, buradan da A bərabərdir 36 olur. Bunu belə yazdıq. Bu hissədə çətin bir hissə var. Neçə qram su alınır? 36 qram su alınır. Doğru cavab D bəndi. Əslində çox sadə bir misaldır ki, bu sadə misalı niyə belə salıblar? Burada sizi çaşdıran nə olubdu? 8 nitrat turşusu yazıbsınız. Səhv yazanlar yəqin ki 8 mol HNO3-ə görə hesablayıblar. 6 sağ duz əmələ gəlməyə sərf olunub, 2 reduksiyonlubdur. Aha, gəldi 53-cü suala. Artıq miqdarda barium xlor 2-nin məhlulu ilə reaksiyasından alınan çöküntünün kütləsi 20/3. Barium xlor 2 ilə H2SO4-ün reaksiyasını yazırıq. Barium xlor 2 plus H2SO4. Alınır barium SO4 plus H xlor. Aha, görürsünüz ki, barium burada əmsala 2 mol H-xlor yazanda bərabərləşir. Hər bir əmsal bərabər olur. Barium xlor 2 233 qramında, H2SO4 98 qram lazımdır. 23,3 qrama nə qədərdir? X. X də bərabərdir. Burada 9,8 qram olmalıdır. H2SO4-ün məhlulda kütləsi nə qədərdir?
49. Demək ki, H2SO4-ün məhlulunun 49 qram, başlanğıc məhlulda supa turşusunun kütlə payını hesablayın. 9,8 bölək 49 vuraq 100 bərabərdir 98, 20. 53-cü sualın doğru cavabı 20. 54-cü sualdan başlayırıq izah eləməyə. 54-cü sualdan başlayıb izah eləməmişdən əvvəl sizə bildirmək istəyirəm ki, avqust ayının 1-dən 11-ci siniflər üçün qəbul imtahanı 11-ci siniflər üçün hazırlıq başlayır. Hazırlığın qiyməti 50 manatdır. Hazırlıqlar onlayn və canlı şəkildə olacaqdır. Gəncə şəhərində canlı dərslərimiz olur. İstəyənlər Gəncə şəhərində canlı dərslərə qoşula bilər. Digərləri isə onlayn dərslərə qoşula bilər. Mənimlə əlaqə saxlamaq üçün 051 579 1743 nömrəsi ilə əlaqə saxlayın. Qəbula 100% zəmanət verirəm ki, mənimlə hazırlaşan şagird 100% qəbul olur. Çünki bilirəm ki, qəbulda hansı səviyyədə düşür və həmin test işləmədiyimiz, qəbula qədər işləmədiyimiz test qalmır. Ona görə 11-ci siniflər üçün bir ay əvvəldən başlayıram ki, daha çox test işləyək və daha çox şagirdlər nəticə göstərsinlər. İndi 54-cü suala başlayaq yazmağa. C4H9 NH C3H7 molekulunda 5 ədəd metil qrupu olan amin üçün hansı ifadələr doğrudur? Tərkibində 5 ədəd metil qrupu olan amin üçün belə yazırıq quruluşunu. 5 dənə metil qrupu olsun da. NH. Bir də ki C3H7-də. 3'ü burada var. Aha. Quruluşu belədir. Burada görürsünüz ki izopropil radikalı var, 3'ü butil radikalı var. İzopropil, 3'ü butil amindir. Adı izopropil. Birincide görürsünüz ki hem izopropil radikal var, 3'ü butil radikal var. Demek ki adı izopropil, 3'ü butil amindir. Biri doğru götürdük. İkidə deyir, molekulunda bir ədəd dörtlü karbon atomu var. Burada dörtlü karbon atomu yoxdur. Axı, burada bu karbondur. Fikirləşərsiniz ki, dörtlüdür. Yox, bu üçüdür. 4 dənə karbonla birləşməyib. Baxı, buradan NH ilə birləşib. Ona görə də 2 yanlışdır. Molekulunda bir ədəd ikili karbon atomu var. İkili karbon atomu, ikili karbon atomu. Bəli. İkili karbon atomu bircə dənə budur. 3'ü doğru götürdüm. Molekulunda 2 ədəd 3'ü karbon atomu var 4'te. 3'ü karbon atomu yalnız budur. 3'ü budur deyə, bu da getdi. Molekulunda CH metilen qrupu yoxdur. Metilen qrupu, CH qrupu yoxdur da, quruluşunu görürsünüz. 1, 3, 5'dir doğru cavab. Bərabər mol nisbətində götürülmüş. Bunu necə göstərim? Görünsün. Bərabər mol nisbətində götürülən butadiyen və stroldan alınan bürcə polimerin kütləsi 316 kiloqramdır. Polimerləşmə reaksiyasına əsasən neçə kiloqram strol daxil olmuşdur? Butadiyenlə strol yazırıq. Divinillə strolun butadiyen divinillə strolun polimerləşməsini yazıram. CH2 CH təkrar CH2 plus butadiyen strolda da vinil birləşibdir. CH CH2 vinil radikalı birləşib. Bunlar polimerləşən zaman
alınır. C6H5 H5 CH2 CH CH CH2 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 birin birə nisbətində gedir. Yəni bu reaksiya 316 şeydir. Polimerin kütləsi 316 qramdır. 54 ilə 104'ü toplayırıq. 54 plus 104 8 158 304'ü 158'e böləndə demək ki 2-2 nisbətində götürüləcək. Başlanğıcda neçə kiloqram strol olubdur? 316 kiloqram 316'nı 158'e böləndə 2 elədi. Aha. Demək ki başlanğıcda 108 qram bu da deyən divinil 216 şeydir 208 qram isə strol kaçkı götürülmüşdür. Başlanğıcda nə qədər strol olubdur? 216 qram 208 qram. Doğru cavab 55'də 208. 56-cı suala gəlirik. Suallar çox sadə suallardır ki, 56-cı sualda izah edeyim. Etilen ve asetilenden ibarət qaz qarışığının 12 molun tam hidrogenləşməsinə etilenin quruluşunu yazırıq C2H4, asetilinin quruluşu C2H2. İbarət qarışığın 12 molun tam hidrogenləşməsindən alınan 20 mol H2 sərf olunmuşdur. Buna 1 H2 lazımdır, buna 2 H2 lazımdır. Buna X mol, Y mol. X plus Y 12 mol başlanğıc. Sonra deyir ki tam hidrogenləşməyə C2H2 X plus Y bərabərdir 20. Buradan hər tərəfi 2'ye vursaq yuxarını 2x plus y bərabərdir 24. Y-lər ixtisar getsək 2x bərabərdir 24. 2x bərabərdir 4. X də bərabərdir 2. Başlanğıcda 2 mol buna lazımdır. 2y bərabərdir 18, Y də bərabər 9. İlkin qarışıqda asetilen neçə moldur? 2 mol C2H4'dürsə 10 mol da asetilendir də.